burada bir neçə məqamlar var. Məqamlardan biri də odur ki, onu maşını verən şirkət var, rentekar verən şirkət. Həmin şirkət təsdiq elədi ki, İlduza xanımın idarə etdiyi avtomobilə Amalın idarə etdiyi avtomobil toxunmuyor. Yəni onlar onu həm sübut elədilər, necə sübut elədilər? Çünki onlar avtomobili təhvil verərkən ilk öncə avtomobilin video görüntüsünü çəkirlər və təhvil alandan sonra əgər avtomobildə hər hansı bir iz, ləkə və yaxud hər hansı bir cüzi bir iz də düşmüş olsa və o belə deyə el dilində desə polirovkada olunmuş olsaydı, dedi ki, əgər iz düşsəydi, kimsə qəsdən götürüb onu polirovkada eləsəydi və o da bilinəcəkdi. Buradan belə anlaşılır ki, Amalın idarə etdiyi avtomobil qətiyyən deməli toxunmuyub. İlduza xanım avtomobilinə qətiyyən toxunmuyub və mənim dediyim kimi İlduza xanım hadisə ilə bağlı özünü yalnız şahid qismində bilir. Yəni deyir, mən yalnız hadisənin şahidiyəm. Yəni orada ifadə daha sonra hadisə yerində olan şahidlər ifadə verdi. 2 şahid vardı orada ifadə verdi. Onlar da avtomobilin yüksək sürətlə hərəkət etdiyini bildirdilər. Hətta rentekarın sahibi ifadə verdi, bildirdi ki, bu maşın Kitay maşınıdır. Onların deməli materialı çox belə deyək də həssas və nazik olur. Bildirdi ki, əgər Amalın idarə etdiyi avtomobil zərrə qədər də olsa İlduza xanımın idarə etdiyi avtomobilə toxunsaydı, o avtomobilin ön hissəsi demək olar ki, tamamilə sıradan çıxardı. Və hadisə ilə bağlı yenə də deyirəm, Müjgan da ifadə verdi. Müjgan da bildirdi ki, toxunma qətiyyən olmadı. Çünki avtomobildə toxunma olsaydı, onu həm oradakı şəxslər, şahidlər ki var. Şahidlər deyir ki, hadisə bizim gözümüzün qabağında oldu. Yəni biz yolun kənarında dayanmışdıq. Hadisə bizim gözümüzün qabağında oldu. Burada yenə də deyirəm, Müjganın ifadəsi, hadisə yerində olan şahidlərin ifadəsi ən əsası da avtomobili rentekara verən, yəni İlduza xanıma verən rentekarın sahibinin də verdiyi ifadə onu göstərir ki, Amalın idarə etdiyi avtomobil qətiyyən İlduza xanımın idarə etdiyi avtomobilə toxunmuyub.